Biz burada 5 gündür buradayız. Bugün 6. günümüz. Tam burada 15-20 kilometre kuyruk var. Bura Azərbaycan-Rusiya sərhədində yerləşən Samur gömrük keçid məntəqəsinin qarşısıdır. Göründüyü kimi yüzlərlə avtomobil günlərdir Rusiyaya keçmək üçün ərazidə növbədə gözləyir. Rusiyanın ayrı-ayrı şəhərlərinə əsasən meyvə-tərəvəz aparan sürücülər bildirirlər ki, avtomobillərdə soyuducu işləsə də məhsullar artıq xarab olmaq üzrədir. İrandan gəlirəm, qarpız gətirirəm. 3 gün İranda gözləmişəm növbədə, 2 gündə buradayam. Yerdən də bir günə ancaq keçərik buraya. Yəni apardığımız məhsullar xarab olur, növbə çoxdur. İrandan gəlmişəm, Samur mərzindəyəm, Azərbaycanla Rusiya arasında. 2 gündür buradayıq, kələfə ilə. Hələ yarı eləməmişik hələ. Türkiye'den geliyoruz, Rusya'ya gidiyoruz. Bu 2 günümüzdür buradayız. Gıda malzemesi taşıyoruz. Gıda malzemelerinde belki problem yaşayabiliriz. Kapı çalışmıyor. Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Bildirildi ki, Azərbaycanla Rusiya sərhəddində yerləşən Samur, Xanova və Şirvanlı gömrük postlarından yük avtomobillərinin buraxılışı gündəlik iş rejimində həyata keçirilir. Hazırki şəraitdə hər hansı sıxlıq və gecikmə halları müşahidə edilmir. Rauf Əhmədov, Elçin Qurbanov, Günel Habil qızı, ASTV xəbər.